Ay sağ ol. Derim ki ferma müdürünün başı qarışıqdır. Oğulcuğazını bəzəyir. Ananla belə kinayla danışma. Yenə pul. Bax elə bu pullarla sən onun evini yıxıbsan. Sana nə dəxli var axı? Yaxşı. Amma Lalə bizdə qonaq qalanda qoy Kamil onun gözünə görünməsin. Necə yəni gözünə görünməsin? Necəsi yoxdur ki. Mən Lalənin yanında qızarmaq istəmirəm. Uy, mənim oğlum məyər kimdən əsikdir? Karikaturaya baxıbsan? Nəyinə baxacağım? Yox, niyə ki, baxsan yaxşıdır. Oğluna Fəxri Tənbəl adı veriblər, Ay ana, bəs bu şalvar necə oldu? Gəlirəm abala, gəlirəm. Mən oğlumu karikatura çəkənlərdən yaxşı tanıyıram. Hələ cavandır, evlənər, ağlı başına gələr. Evlənər? Heç bilmirəm ona ərə gitmək istəyən axmağı sən hardan tapacaqsan? Tapılar, arxain ol, qızların minnət olsun. Amma heç kana burada yaraşan qızı. Onda yaz Moskvadan göndərsinlər. Ay ana! Gəlirəm. Ay ana, bəs bu şalvar necə oldu axı? Gəlirəm abala, gəlirəm. Belə bir oğla, Moskva qızları da canla başla gələr. Amma bu xəssiyyət ki səndədir, səni kim alacaq bilmir. Vay, nə elədin arvad? Baş! Bəs deyirlər ki, mən lap sən xasiyyətliyəm.